Herkese salamlayıram. Artıq yaydır. Yayınki nədir? Əlbəttə, barbekü. İlk öncə toyuğun döşətini yaxşıca marinat edirik. Duz, üstüyot və biraz da sarkük əlavə edib qarışdırırıq. Sonra bir neçə qaşıq qatıq və zeytun yağı töküb yenidən yaxşıca qarışdırırıq və qoyuruq biraz dincəlsin. Toyuğun bu hissəsini marinat edək. Sarkük, duz, üstüyot və biraz da yağ əlavə edib qarışdırırıq. Onu da dincəlmə qoyaq. Bu arada ocağımızı qalayırıq. Ocaqdan söz düşmüşkən, ocaqda pişən yeməklərin əti süfrələrimizə xüsusi dad verir. Elə buna görə də sizinlə maraqlı bir fürsəti bölüşmək istəyirəm. Demək, oba marketlərdə 14-24 may tarixlərində barbekü festivalı start götürür. Sırf yay ayına özəl təşkil olunan kampaniya çərçivəsində sevdiyiniz ət və kolbasa məhsullarını daha sərbəst qiymətlər əldə edə bilərsiniz. Ailəniz və dostlarınızla birlikdə ocaq başında dadlı və unudulmaz anlar yaşamaq üçün siz də qonşulunuzdakı oba marketlərə baş çəkin. Barbekü sevənlər üçün xüsusi endirimlər və qənaətli alış-veriş fürsətləri sizi gözləyir. Kolbasa və saçkaları doğramağı keçirəm. Onları səliqə ilə setkaya düzüb ocağın üstünə qoyuram. Az sonra qızarıb hazır olurlar. Pomidorlarımızı közləmək üçün şişə düzürəm. Badımcan və biberləri də közə atıram. Marinat etdiyim toyuğun döş ətini setkaya düzüb bişmək üçün ocağa aparıram. Artıq pomidorlarımız da hazırdır. Bu arada dostlarımız da yemləməyi unutmuram. Keçək salata. Qırmızı soğan, cəfəri, sumaq və duz əlavə edib qarışdırıram. Budur, salatımız hazır. Toyuğun döşədə atıb pişib. İndi digər hissələri də ocağa qoyaq. Bu vaxt manqal salatını hazırlayıram. Badımcanları və pomidorları doğrayıram. Biraz iri doğradığım üçün xırdalama çalışıram. Sonra duz və sumaq əlavə edib qarışdırıram. Budur, o da hazır. İndi isə keçək təqdimata. Fərqli bir şey edirəm. Çörəyin arasına manqal salatını əlavə edirəm. Üzərinə hazırladığım soğan göyərtini, sonra isə toyuq kolbasa və saçkalar düzürəm. Buna deyirlər milli fast food. İndi isə dadına baxaq. Bismillah. Əlinizdə fürsət varsa siz də belə nemətlərdən hazırlayın. Göz haqqınızı da halal edin.